İstəyirəm bir dənə xatirə ilə sizlə bölüşüm. Düz deyə belə heç bir məzəli xatirə dögür. Özdə yəni belə o qədər də ürək açan bir xatirə dögür. Amma ki bir mənalı bir xatirədir. Yəni o olaydan sonra ölkəmizdə müəyyən bir proseslərə əməlli başlı təkan olundu. İndi də biraz necə deyərlər detallı danışım sizə. Bu arkada gördüyünüz, yəni bu dəqiqə mən 28 may küçəsindəyəm də. Başa düşdünüz də harda? Gəlin bu ətrafı çəkim ki, biləsiniz mən hardayam. Bax bu arkada, arxa planda gördüyünüz bax indi yazılıb mobil aksesuar. Görürsünüz oranı, hə? Vaxtı ikən orada bir bar var idi. Həmən o barda mənim demək olar ki, bir qrup yoldaşım çalışırdı, işləyirdi. Günlərin bir günü söhbət gedir, mən sizə deyim də 90'ların axırı 2000'lerin əvvəli idi deyəsən, səhv eləmirəmsə. Məncə elə 90'ların axırı. Günlərin bir günü gəlirlər ora Çeçenlər. Yəni o zaman Rusiyanın 2. Çeçen müharibəsindən sonra elə bil bizdə Azərbaycanda çox sayılı birdən Çeçenlər çoxaldılar. Yəni o zaman bizim dövlət onlar üçün bir şərait yaratdı ki, onların xəstələri üçün, nə bilim, arvadları üçün, uşaqları üçün ki, gəlib bizim ölkəmizdə sığınsınlar. Yəni Azərbaycanda onlar sığınacaq tapdılar. Amma sözsüz ki, indi özünüz başa düşürsünüz də, indi Çeçenləri yaxşı tanıyanlar bilirlər, onlar ne cür millətdir. Yəni onlar həlləm-qəlləm millətdir də, özünüz başa düşürsünüz. Yəni ki, deyir, tək olanda quzu kimidirlər, ikisi üçü bir yerdə oldu ya, ev salam da. Yəni ki, şirə dönürlər, qurda dönürlər də, başa düşürsünüz. Yəni onlar elə bir adamdılar ki, harda variant varsa, yəni neysə bir hərəkət eləmək, oğurluq eləmək, qarət eləmək, onu eləyəcəklər. Yəni gedib başını salıb aşağı işləmək olarlıq deyil. Neysə, həmən bax ora gecə ilə gəliblər Çeçenlər. Möhkəm dava düşüb orada, möhkəm davaya, bütün şəhər onda eşitmişdi o söhbəti. Həmən o barda işləyən uşaqlar da, yəni o dava gəlib çatıb əməlli başlı bıçaqlaşmaya. Bir neçə dənə Çeçeni hələ yerində də orada vurublar, öldürüblər. Yəni ölənlər də oldular. Bu çox böyük bir rezonans verdi o zaman bu hadisə. Onu da deyim sizə ki, o söhbətdən sonra şəhərdə əməlli başlı Çeçenlərə, yəni ov demək istəmirəm, amma ki o zaman artıq bunlar bir balaca necə deyərlər, o şeylərini bırakmışdılar da, başa düşdünüz, köklərini. Yəni istəyirdilər buranı da çöndərsünlər. Rusiyadakı kimi reket, girirdilər dükanlardan neysə istəyirdilər, özlərini bir sözlə çox pis aparırdılar. Başa düşdünüz? Yəni onda dövlət əməlli başlı bunları preslədilər. Bunları demək olar ki, biçdilər də, yəni də qısa bir zamanda vallahi hələ bir dənə bu hərəkətinə görə şəxsən mən Daxili İşlər Nazirliyinə çox böyük təşəkkür bildirmək istəyirəm. Yəni onlar qısa bir zamanda onların kökünü kestiler. Yəni ki, bunların burada istəyirdilər bir balaca bu mafiya söhbətini, zadını irəlləşsinlər, burada da başlasınlar banditlik eləməyə. O söhbətdən sonra ya bir hamısını tutdular, biçdilər, bastılar içəri və ondan sonra Çeçenlərin Azərbaycanda heç sesi çıxmadı. Hələ o uşaqlar da o zaman dövlət onlara yaxşı dəstək verdi. Kim ki bu hadisədə birbaşa iştirak eləyiblər, yəni belə deyək də onların cəzaları yüngül oldu. Bu qədər. Bax bir dənə də xatirə ilə sizlə bölüşdüm. Qəlbdən qəlbə.